Ermənistanın Kipr Milli Qvardiyası ilə hərbi əməkdaşlığı müzakirə etdiyi görüş bölgədə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşma xətti üzrə davam etdiyi dönəmdə baş tutur. Bu isə təbii olaraq müəyyən narahatlıqlara səbəb olur. Əsasən də Kiprin Yunanistanla möhkəm hərbi və siyasi əlaqələri fonunda bu tip görüşlər Ankarada və Bakıda diqqətlə izlənilir. Azərbaycan və Türkiyə bu cür əməkdaşlıq əlaqələrini Ermənistanın iştirak etdiyi təhlükəsizlik və müdafiə istiqamətləri təmasları regionda balans və sabitliyə təsir edə biləcək amillər kimi qiymətləndirə bilər. Hələlik rəsmi səviyyədə münasibət bildirilməsə də, bu cür addımların gələcək diplomatik müstəvidə hansı məsələlərə səbəb olacağı diqqətlə izlənilir. Davamlı sülhü istəməyən qüvvələr var və bunlar sanki bir proksi qüvvə kimi çıxış edirlər və bu siyasətlərin strateji düşüncələrini sadəcə hərbi əməkdaşlıq kimi pərdələyib ortaya qoymaq istəyirlər. Amma biz düşünürük ki, burada artıq uzun və özlərinin fikirləşdikləri məkirli bir siyasət var ki, onlar necə olursa olsun regiona təsir göstərmək və regionda iştirakçılıqlarını təmin etmək üçün zəif Ermənistanı seçiblər və Ermənistana həm maliyyə yardımlarının olunması, eyni zamanda onun dağılmış ordusunun yenidən bərpa olunması üçün Ermənistana şirnikləndirici təkliflər verirlər. Baxmayaraq ki, Ermənistan nə Avropa Birliyinin, nə də NATO-nun üzvüdür. Bu ölkənin müdafiə nazirinin Almaniya, eləcə də Fransaya və digər Avropa ölkələrinə səfərləri mütəmadi hal alıb. Elə adı çəkilən dövlətlərin də müdafiə nazirləri İrəvana dəfələrlə səfər ediblər. Ekspertlər deyirlər ki, buna səbəb Qərbdə Ermənistanın strateji tərəfdaş olaraq öz sıralarında görmək istəyən qüvvələrin çox olmasıdır. 2021-ci ildən Yunanistanla Ermənistan arasında hərbi əməkdaşlıq artıb. Siyasi şərhçilər bildirirlər ki, Afina ilə İrəvan arasındakı aktivlik Cənubi Qafqazda Ermənistanın anti-Türk siyasətinin inkişaf etdirilməsinə hesablanıb. Bugün sadəcə hərbi əməkdaşlıq kimi məsələlər ətrafında danışıqlara gedir və real mənzərə ondan ibarətdir ki, nə Yunanistan, nə Kipr, nə də Ermənistanla birlikdə bu üçlünün Türkiyə-Azərbaycana qarşı hansısa bir fəaliyyət içərisində olmasının real deyil olsa belə bunun nəticəsi olmayacaq. Çünki həm Azərbaycan, həm də Türkiyə regionda bu üç ölkə ilə müqayisədə daha güclüdür, istər hərbi baxımdan, istərsə də siyasi diplomatik baxımdan. Ona görə də bu tipli görüşlərin keçirilməsi sadəcə protokol xarakterlidir və yaxud da müdafiə sahəsindəki əməkdaşlıqlarla müşahidə olunan görüşlər kimi xarakterizə edilə bilər. Azərbaycan və Ermənistan arasında sülhü təşviq edən dövlətlərin öz hərəkətlərində səmimi olmaları şərtdir. Çünki bölgədə sabitlik ancaq real və ardıcıl sülh səyləri nümayiş etdirməklə mümkün ola bilər. İkili standartlar və gizli maraqlarla aparılan siyasət isə prosesə yalnız zərər vurur. Bu baxımdan Ermənistanın Kiprlə hərbi əməkdaşlığı gücləndirməsi ölkəmizin maraqlarına cavab vermir və indiki məqamla sülh prosesinə yalnız xələl gətirə bilər.